Hər vaxtınız xeyir olsun uşaqlar. İndi biz sizinlə kiçik summativ qiymətləndirmə 2-nin A variantının izahlarına baxmış olacağıq. Birinci sualı oxuyaq. Uyğunluğu müəyyən edin. Bizə verib yerdəyişmə, təcil və sürət və aşağısında variantlar verib, bunların hər birinin hansına uyğun gəldiyini müəyyənləşdirməliyik. A variantında deyir, cismin getdiyi yolun bu yola sərf etdiyi zamana nisbətinə bərabərdir. Baxın, gedilən yolun, yəni elin bu yola sərf olunan zamana olan nisbəti, T-yə olan nisbəti. Elin T-yə olan nisbəti əlbəttə ki, bizə verir sürət. A variantı uyğun gəldi 3-ə. Trayektoriyanın yalnız başlanğıc və son nöqtələri ilə təyin olunur. Nə? Əlbəttə ki, yer dəyişmə. B variantı uyğun gəldi 1-ə. Vektorial cəmiyyətdir. Yerdəşmə vektorial cəmiyyətdir. Bəli, C həm 1-ə uyğun gəldi, həm də təcillə. Təcil də vektorial cəmiyyətdir. C həm də 2-ə uyğun gəldi. Vahidi beynəlxalq dilində əsas vahiddir. Yerdəyişmənin D uyğun gəldi, bax bura. Sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbətidir. Baxın, sürət dəyişməsi nə idi? V minus V0. Sərf olunan zamana olan nisbətidir T. Bizə verirdi təcili. 2-ə də, yəni təcilə də uyğun gəldi. Y variantı. Deməli, 1-ə B, C, D uyğun gəldi A. İkinci sualı oxuyaq. Aşağıdakı kəmiyyətlərdən hansılar cismin hərəkəti zamanı sıfıra bərabər ola bilər? Nə sıfıra bərabər ola bilər? Bəli, yerdəşmə sıfıra bərabər ola bilər. Yol, xeyir. Yol heç vaxt sıfıra bərabər ola bilməz. Yola görə sürət də sıfıra bərabər ola bilməz. Yerdəşmə sıfıra bərabər ola bilərsə, yerdəşməyə görə sürət də sıfıra bərabər ola bilər. Bəli, təcil də sıfıra bərabər ola bilər. Deməli, 1, 4, 5. A variantı uyğundur. Üçüncü suala baxaq indi uşaqlar. Üçüncü sualda bizdən soruşur nəyi? 3 müxtəlif cismin sürət zaman qrafikləri verilmişdir. Qrafiklərə əsasən təcilin işarəsini müəyyən edin. Yeyinləşən, yavaşlayan və bərabər sürətli hərəkətə uyğun qrafikləri göstərir. Burada fikir verin uşaqlar. Qrafiklərdən üçüncü qrafik aşağıya doğru, yəni getdikcə sürət azalır. Demək ki, bu yavaşlayan hərəkətdir. Birinci qrafikdə sürət getdikcə artır və yeyinləşən hərəkətə uyğundur. İkincidə isə sürət sabitdir. Sabitdirsə deməli, bərabər sürətli hərəkətdir. Uyğunlaşdırsaq o zaman, deməli, mənfi yavaşlayan, bəli, uyğun gələcək, 3-ə uyğun gələcək A variantı. Müsbət yeyinləşən, 1-ə uyğun gəldi B. 0 bərabər sürətli, bayaqları dediyimiz kimi 2-ə də uyğun gəldi C. B, C, A. A variantı uyğun gəldi. Cismin təcili hansı düsturla hesablanır? Təcilin düsturunu artıq hamımız əzbər bilirik də. A bərabərdir V minus V0 bölünsün T. 5-ci suala indi baxaq. 5-ci sualda, qoy bunları silim ki, yuxarıda cədvəli doldura bilək. Deyir ki, bizə uşaqlar, cismin sürət zaman qrafikləri şəkildəki kimi verilmişdir. Qrafikə əsasən başlanğıc sürəti, son sürəti, təcili və hərəkətin yeyinləşən və yaxud da yavaşlayan olduğunu göstərməliyik. Uşaqlar, yadımızda saxlayaq, əvvəlcə qrafikə fikir verək. Başlanğıc sürəti bizdən soruşur. Qrafik hardan başlayıb? Bax, burada 30-da. Və üzü aşağıya doğru hərəkət edir, yəni getdikcə sürət azalır. Bax, hansı nöqtədən başlayıbsa, o nöqtə başlanğıc nöqtədir, yəni başlanğıc sürətdir. Onda başlanğıc sürətimiz bərabər olacaq. Başlanğıc sürət demişdik də, V0 yazırdıq. V0 bərabərdir, bax, burada göstərib də, bax, bu nöqtə 30-a. 30 metr bölünsün saniyə. Sonra son sürət niyə bərabərdir? Son sürət, bax, fikir verin uşaqlar qrafikə. Qrafik aşağıya doğru hərəkət edir və sonunda bu nöqtədə, yəni 0-da dayanır. Baxın, burada bu nöqtədə sürət 0-a bərabərdir. Ona görə də son sürətimiz 0-dır. Yazacağım burada, V bərabərdir 0 metr bölünsün saniyə. Adətən uşaqlar, indi fikrimə gəldi deyim, adətən uşaqlar belə edirlər. 30-dan başlayıb və qrafiki aşağıya doğru çəkib və burada deyir ki, son sürət 20-yə bərabərdir də müəllim. Xeyr, yəni bu şəkildə deyil. Bu zaman oxunu göstərir. Sən buna görə götürə bilmərsən ki, son sürətimiz 20-dir. Xeyr, olmaz. Sən buradan, qrafikin son nöqtəsi budur.
Bu göstərilən 20 zamanı göstərir. Amma sürət üçün perpendikulyar düz xətt keçirməlisən və bu zaman sürət sıfıra bərabər olduğunu aydın görmək olur. Daha sonra təcili soruşur. Təcilin düsturunu yazırıq. A bərabərdir. V minus V0 bölünsün T. Getirib yerinə qoysaq, V'miz niyə bərabərdir? 0 minus 30 bölünsün T'miz də 20. Bax, burada T 20-yə bərabərdir. Olacaq mənfi 1,5 metr bölünsün saniyənin kvadratı. Burada mənfi hərəkətin yavaşlayan olduğunu göstərir. Sonra hərəkətin yeyinləşən və yaxud yavaşlayan olmağını, artıq biz bunu dedik, hərəkət yavaşlayandır. Yavaşlayan. Həm qrafikdən də bunu aydın görmək olur, çünki qrafik aşağıya doğrudur. Həm də təcilin mənfi olduğundan sübut etmək olur ki, hərəkət yavaşlayandır. Belə, 5-ci sualı həll etdik. İndi keçək 6-cı suala. 6-cı sualda bizdən neyi soruşur? 6-cı sualda soruşur ki, bərabər yolları müxtəlif sürətlə gedən cismin orta sürəti hansı düsturla hesablanır? Yollarımız əgər bərabərdirsə və biz orta sürətdən istifadə etmək istəyiriksə, düsturu biz artıq əzbər bilirik. V bərabərdir 2V1 V2 bölünsün V1 plus V2. Daha sonra 7-ci suala keçək. Mən burada ağ səhvə açım ki, geniş ətraflı sizə bu məsələni izah etmiş olun. Verib ki, qobustan, bax, tutaq ki, A məntəqəsi götürək və gedib B məntəqəsinə, yəni qobustan. Görməyə gedən turistin minik avtomobili 12 metr bölünsün saniyə sürətlə hərəkət edir. Yəni, getdiyi zaman bu V-miz bərabərdir. Gedən zaman V1 yazaq. 12 metr bölünsün saniyəyə. Getdiyi zaman. Daha sonra gəlib çıxıb B məntəqəsinə və hansı sürətlə qayıdır? Məndən onu soruşur. Yəni, hansı sürətlə qayıdıb ki, bu gedib və gəlmək üçün orta sürəti və orta bərabərdir 16 metr bölünsün saniyə olur. Yəni, bizdən qayıdan zaman sürəti nə qədər olduğunu soruşur. Baxın, yollarımız bərabərdir. Niyə görə? Çünki getdiyi zaman da müəyyən qədər yol gedibsə, qayıtdığı zaman da eyni yolu qayıtmalıdır. Ona görə yollar bərabərdir. Demək ki, biz istifadə edəcəyik hansı düsturdan? V orta bərabərdir. 2V1 V2 bölünsün V1 plus V2. Bəli. İndi bu verilənləri gətirib yerinə qoysaq, V ortamızı verib 16. 16 bərabərdir 2 vurulsun. V1-imiz nə qədərdir? 12. 12 vurulsun. V2-miz yoxdur. Onu tapırıq. V1-imiz yenə də 12 plus V2-miz yoxdur. Yazdım bura. İndi tənliyi həll edək. Tənli həll etsək, burada 2-ni 12 vuranda 24. Yazacağım 24 və 2 bərabərdir. 16 vurulsun 12. Hələ olduğu kimi saxlayacağım. Üstünə gəlsin 16 və 2-yə. Yazdım. 24 və 2-dən 16 və 2 çıxacam. 8 və 2 bərabərdir. 16 vurulsun 12. 8 ilə 16 ixtisar gedəcək. Burada qalacaq 2. Və 2 də bərabərdir. 24 metr bölünsün saniyə. Deməli, bax, cavabı tapdım. Cavabımız nə qədər oldu? V bərabərdir. Yəni, V2 qayıdan zaman 16 yox, 24 metr bölünsün saniyə. Belə, həlli yolda bu şəkildə olur uşaqlar. Keçək indi 8-ci suala. Sükunət vəziyyətindən 0,5 metr bölünsün saniyə kvadratı təcillə hərəkətə başlayan avtomobilin, bax, sükunət vəziyyətindən V0 deməli bərabərdir 0-dır. Təcilimiz nə qədərdir? A bərabərdir 0,1 metr bölünsün saniyənin kvadratına. Hərəkətə başlayan avtomobilin ilk 4 saniyə üçün sürət zaman qrafiklərini quracaq. İndi mən bu qrafiki, sürət zaman V-nin T-dən asılılığını qurmaq lazımdır. Baxın, bu qrafiki doldurmaq üçün mən birinci, ilk 4 saniyə deyirsə, çəkək buradan, yəni 1, 2, 3 və 4. Birinci, ikinci, üçüncü və dördüncü saniyədə
sürətləri tapmalıyam. Biz bilirik də son sürətimizin düsturu nə idi? V bərabərdir V0 plus AT. İndi mən birinci saniyə üçün tapmaq üçün V1 bərabərdir. V0 sıfıra bərabərdir. 0 üstə gəlsin. A'mız 0,5'dir. T'miz də 1'dir. Onda nə olacaq? Bərabər olacaq 0,5. V1'imiz oldu 0,5. Yazacağım buradan 0,5'e. İndi ikinci. Bax, buradan da qırıq xətlərlə göstərək. Oldu birinci. İkinci için tapıram. V2 bərabərdir. 0 plus 0,5 vurulsun 2'ye. Bax, bu düsturda yerinə qoyuram. V bərabərdir. V0 plus AT düsturunu da yerinə qoyuram. Olacaq. 0'ın üstünə 0,5'i 2'ye vuranda 1 edir. Cavab oldu 1. Deməli, ikinci saniyədə 1'ə bərabərdir. Buraya da yazacaqsan 1. Bunu da yazdım bura. Və göstərdim. Üçüncü saniyəni göstərən V3 bərabərdir. 0 plus 0,5 vurulsun 3'ə. Bərabərdir. 0,5'i 3'ə vuranda edir 1,5. Yazacağım bax buradan 1,5. Edəcək bax burada 3-cü saniyə üçün. Və 4-cü saniyə V4 bərabərdir. 0 plus 0,5 vurulsun 4'ə. 0,5 4'ə də vuranda eləyəcək 2. Deməli, və sonuncu 4-cü saniyədə də 2'yə bərabər oldu. Mən bunu da burada göstərmiş oldum. Və qrafikimizdə çəksək, qrafikimizi alındırmış olduq. B variantında soruşur. Qrafikdən istifadə edərək 2 saniyə ərzində getdiyi yolu hesablayın. Bax, indi qrafikdən istifadə edərək 2 saniyə ərzində gedilən yolu hesablasaq, biz demişdik ki, sürət zaman qrafikində qrafikin altında qalan fiqurun sahəsi bizə verir gedilən yolu. Bax, bu fiqurun sahəsi ikinci saniyə üçün hesablayırıq. Bax, bu fiqurun sahəsi bizə verir gedilən yolu. O zaman biz necə hesablayacağıq? Yazarıq ki, deməli, L bərabərdir 2. Bax, bu düzbucaqlı üçbucağın sahəsini hesablayıram. 2 vurulsun. Bax, buna uyğun gələn 1'dir də. 1 bölünsün 2'yə bərabərdir. 2 2'yə böləndə 1 metr. Tapdım ki, 2 saniyədə getdiyimiz yol nə qədərdir? 1 metrə bərabərdir. Belə uşaqlar. Yəni, bu şəkildə hesablanır. İndi 9-cu suala baxacaq uşaqlar sizinlə. Yol zaman qrafiki verilmiş cismin sürət zaman qrafikini qurun. Baxın, yolun zamandan asılı qrafikini verib, indi mən burada sürətin zamandan asılı qrafikini qurmalıyam. Necə quracam? Buradan istənilən bir nöqtədən başlayaq. Tutaq ki, bax, bu nöqtədən başlamaq istəyirəm. Bu nöqtə üçün elimiz niyə bərabərdir? 45'ə. El bərabərdir 45 metr. Bəs zamanımız nəyə bərabərdir? 15'ə. T bərabərdir 15 nə? Saniyə. Mən buradan sürəti tapsam, V bərabərdir 45'i böləcəm 15'ə. Bu dedir 3 metr bölünsün saniyə. İndi mən 3 metr bölünsün saniyədən. 3 metr bölünsün saniyədən. Stabil düz xətt keçirəcəm. Bu da olacaq mənim sürət zaman qrafikim. Bax, bu qrafik sürət zaman qrafikini göstərmiş oldu. Belə, yəni bu şəkildə hesablamış oldu. İndi keçəyin uşaqlar 10-cu suala. Euler-in diaqramında uyğun vənləri müəyyən edin. Deməli, təcil müsbət ola bilər. Bərabər sürətli hərəkətdə, yoxsa dəyişən sürətli hərəkətdə? Bəli, dəyişən sürətli hərəkətdə təcil müsbət ola bilər. Birə uyğun gəldi. Təcil mənfi ola bilər. Bəli, dəyişən sürətli hərəkətdə təcil mənfi də ola bilər. 2 buraya uyğun gəldi. Təcil sıfıra bərabər olur. Bəli, bərabər sürətli hərəkətdə təcil sıfıra bərabər olur. 3 getdi 1'ə. Yol, yerdəyişmə və sürətlə ifadə olunur. Hər biri. Deməli, 4'ə uyğun gəldi, ortaqdır. 4 ortaqdır. Deməli, 3, 2'yə 1, 2, Y variantı. 10-cu sualın cavabı oldu Y variantı. Və 11-ci suala baxaq. 11-ci sualda bizdən
soruşur ki, aşağıda verilmiş qrafiklərdən hansı yol zaman qrafiki ola bilməz? Baxın, aşağıdakilərdən hansı yol zaman qrafiki ola bilməz? Biz bilirik ki, yol heç vaxt azalmır. Birinci qrafikə fikir verin, burada yol azalır. Bax, necə ola bilər? Demək ki, birinci qrafik mümkün deyil. Yəni, bu uyğun deyil. İkinci qrafik, bəli, burada yol artır. İkinci qrafik mümkündür. Səbəbinizi əsaslandırın. Birinci qrafik ola bilməz. Bir ola bilməz. Səbəb, çünki yol heç vaxt azalmır. Daha sonra 12-ci sual bizə deyir ki, -5 metr bölünsün saniyə kvadratı təcillə hərəkət edən avtomobil 6 saniyə sonra dayanır. Onun sürət zaman qrafiklərini qurun. Baxın, təcilimiz nə qədərdir? A bərabərdir -5 metr bölünsün saniyənin kvadratına. Və T bərabərdir 6 saniyədən sonra dayanır. Və bunun sürət zaman qrafikini, yəni V-ni T-dən asılı qurmalıyam. Deməli, biz yavaşlayan hərəkəti çəkməliyik. Bunu başa düşdük. Çünki burada təcil mənfidir. Amma başlanğıc sürətimiz nə qədər olacaq? Biz əvvəlcə onu müəyyənləşdirməliyik. Son sürət başa düşdüm. V bərabərdir 0-dır, çünki dayanır. Başlanğıc sürəti tapmalıyam. Başlanğıc sürəti də tapdığım zaman, deməli, V bərabərdir V0 plus AT idi. Yavaşlayan hərəkət olduğuna görə burada minus qoyacağam. V bərabərdir V0 minus AT-yə. Gətirib yerinə qoysam, V son sürətimiz 0-a bərabərdir. V0 axtarıram. Minus A-mız 5, vurulsun T-miz də 6. Bax, burada minus bu təcilin mənfisidir. Ona görə burada mənfi olur. V0 da bərabərdir 30 metr bölünsün saniyəni. Tapdım ki, mənim başlanğıc sürətim 30 metr bölünsün saniyədir. Bax, bu nöqtəni qeyd etdim. 30 metr bölünsün saniyə. Başlanğıc sürət. Və 6 saniyədən sonra dayanırsa, aşağıya doğru düz xətt keçirdim və zaman oxuna da 6 saniyə qeyd etdim. Bax, belə. Artıq müəyyənləşdirmiş olduq. İndi B variantında soruşur ki, qrafikə əsasən getdiyi yolu hesablayın. Yadınıza gəlir, biz bayaqları dedik ki, sizinlə sürət zaman qrafikində, grafikin altında qalan fiqurun sahəsi bizə verir gedilən yolu. Bax, bu da düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın bax bu sahəsi bizə gedilən yolu verəcək. Bu sahəni hesablamaq üçün nə edəcəyik? Yazaq burada. Yazaram ki, L bərabərdir. Sahəni hesablasam, 30-u vuracam 6-ya, böləcəm 2-yə. Bərabərdir. Bu da edəcək 180-in 2-yə nisbəti 90 metr. Tapdım ki, mənim getdiyim yol 90 metrə bərabərdir. Belə uşaqlar, ikinci summativ qiymətləndirmənin A variantını izah etmiş olduq. Bir sonraki videoda B variantının da izahını paylaşmış olacağım.